Salam, efirdə xəbərlərdir. Azərbaycan Yəhudi Media Mərkəzi Aşdod şəhərinin nüfuzlu Leonardo otelində İsrailin ictimai-siyasi həyatında rus dilli fəalların toplantısına dəvət olunmuşdur. Toplantıda rus dilli nümayəndələrlə bərabər İsrailin Milli İnfrastruktur və Energetika naziri Eli Cohen, Rabitə naziri Şloma Karayi, Ekologiya naziri Edith Silman, eləcə də Knessetin sədri Amir Ohana və bir sıra Knes üzvləri də iştirak etmişdilər. Toplantı təşəbbüskarı Likud partiyasının nəzdində fəaliyyət göstərən Birlik Forumu olsa da, digər partiyaların nümayəndələri də öz iştirakçıları ilə tədbiri yüksək qiymətləndiriblər. Bu partiyalar arasında məşhur hüquqşünas Moladet partiyasının lideri Yosef Ezra da vardı. Tədbirdə çoxsaylı televiziya jurnalistləri, siyasətçilər, ictimai xadimlər, idmançılar, bunlardan biri 5 qat dünya və Avropa çempionu Aleksandr Averbuk və başqaları da iştirak etmişdir. Rəyasət heyətində xüsusi məqamlardan nəzərə çarpan Qafqaz xalqlarının Ümumi-İsrail Assosiasiyasının sədri Pavel Elizarovun olmasıdır. Eləcə də fəxri qonaqlar kürsüsündə İsraildəki Azərbaycan evinin nümayəndəsi də olub. Tədbirdə çıxış edənlər sırasında Pavel Elizarov xüsusilə vurğulayıb ki, İsrailin siyasi sferasında yeni repatriantların mövqelərini gücləndirmək lazımdır. Pavel Elizarov siyasi baxışlarından asılı olmayaraq bütün rus dilli fəalların birləşməsinin zəruriyyətinə, eləcə də bəzi məsələlərə toxunub. Bu yaxınlarda Azərbaycan Respublikası ilə İsrailin ərazi sularında qaz hasilatı üzrə tarixi müqavilə imzalayan nazir Eli Cohen çıxışında digər məsələlərlə yanaşı İsrailin Azərbaycan əlaqələrini gücləndirilməsinin nə qədər vacib olduğunu vurğulayıb. Görüşün təşkilatçısı və Birlik Forumunun əsas yaradıcılarından biri olan Vitali Sosnitski, rus dilli fəalların ictimai-siyasi fəaliyyət sferasında təsirini gücləndirmək üçün bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, eləcə də bu forumun yaradılmasında Azərbaycan Yəhudi Media Mərkəzinin İsraildəki nümayəndəsinin rəhbəri Igor Roytapelin xüsusi töhfəsini də verdiyini etiraf edib. Ümumilikdə görüş sağlam atmosferdə keçib və gecə saatlarına qədər bağlı qapılar arxasında davam etdirilib. Sizinlə mən Şahin Seyidov, Azərbaycan Yəhudi Mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.